Bu gün dərmanların təsirli olması birbaşa orqanizmin vəziyyətindən asılı olacaq. Gəlin bunu aydınlaşdıraq. Bu gün sağlamlığa yanaşma artıq dəyişir. Artıq təkcə xəstəlik olanda dərman içmək yox, xəstə olmamaq üçün bədəni öncədən möhkəmləndirmək anlayışı ön plana çıxır. Yəni zəif, vitamin, mineral çatışmazlığı olan bədəndə ən güclü dərman belə istənilən nəticəni verməyə bilər. Qida əlavələrinin rolu isə məhz burada ortaya çıxır. Qida əlavələri müalicə etmir, dərmanı əvəz etmir. Onlar sadəcə bədənin gündəlik ehtiyac duyduğu maddələri tamamlayır ki, orqanizm öz funksiyalarını düzgün yerinə yetirə bilsin. Dərman isə kəskin vəziyyətlər üçündür. Qida əlavəsi isə uzun müddətli dəstək üçündür. Yəni biz xəstələnəndə qida əlavəsini ona görə qəbul edirik ki, orqanizmin çatışmayan vitamin, minerallarını bərpa eləsin. Artıq xəstələnəndə isə xəstəliyi daha ağırlaşmağa qoymasın. Biri digərinə rəqib deyil, düzgün yanaşmada bir-birini tamamlayır. İnsan bədəninə vaxtında dəstək verərsə, sonradan daha ağır müdaxilə ehtiyac azalır.